Baxın, bizim gözəl məmləkətimiz Azərbaycanda nə üçün dürüst, doğru, həqiqəti deyən müxalifət partiyaları yoxdur? Niyə? Çünki özləri qərb dairələrinə satılıblar. Qərbdəki siyasi mərkəzlərə satılıblar. Həmin o partiyalardan biri də Xalq Cəbhəsi və çox təəssüf olsun ki, qurucu partiyamız Müsavat da bunun içindədir, daxilindədir. Qərbdəki siyasi mərkəzlərə arxalanırlar. Oradan qrant gözləyirlər. 30-40 nəfər meydana yığırlar, istefa, diktaturaya son deyirlər. Qərbdəki qohum qardaşlar da bunları görüb bunlara qrant ayırırlar. Bax, reallıq budur. Onun üçün də bizim gözəl ölkəmizdə düzgün, doğru, həqiqətləri deyən müxalifət yoxdur.